İnşallah üçüncü suala baxaq. Deyir ki, y bərabər 5 düz xəttinə nəzərən 3-7 nöqtəsinə simmetrik olan nöqtəni tapın. Məsələn, verilən nöqtə 3-7-dir. Bizdən nəyə nəzərən soruşur? Y bərabərdir 5 düz xəttinə nəzərən hansı nöqtəyə keçər? Aha. Ümumiyyətlə, qaydanı yadımıza salaq. Tutalım x, y. Bizdən də verilib ki, y bərabərdir A düz xəttinə nəzərən hansı nöqtəyə keçəcək? Baxın, əgər y-dən söhbət gedirsə, x qalır yerində, dəyişən y olacaq. Olacaq nə? 2a çıx y. Vəssalam. Yəni, A-nın yerində duran 2-ni, yəni A-nın yerində neçə durubsa, 2-ni həmin ədədə vurub y-i çıxacam. Həmin qaydanı burada tətbiq edəsəm, nə olmalıdır? Deməli, A3-7 nöqtəsi y bərabərdir 5 düz xəttinə nəzərən nə olmalıdır? 3 yerində qalacaq. X-a dəymirəm. Amma 2 vurulsun. A-nın yerində nə dayanıb? 5 çıx y-in qiyməti. 10 çıx deməli 7, 3. Deməli 3 nöqtəsinə keçəcək. 3 nöqtəsi A bəndi.